Hamıya salam. Çox uzun zamandır ki görüşmürük və bu görüşməyimizi blok imtahanına bir həftə qalmışa saxlamaq istədim. Əgər məni burada birinci dəfə görüşürsə, mən Xədicə və sizinlə həm tələbələr üçün, həm abituriyentlər üçün, həm təhsil, həm də karyera ilə bağlı məlumatları paylaşıram. Bugün istəyirəm ki, blok imtahanına tam bir ay qalıb, onun haqqında danışaq, necə hazırlaşacaq özümüz, nə edə bilərik və s. şəklində. Videonun sonunda da sizinlə qəbul proqramı haqqında çox maraqlı bir xəbər bölüşəcəm. Ona görə də axıra qədər izləməyinizi tövsiyə edirəm. Başlayalım. Deməli, blok imtahanına, buraxılış imtahanınızın cavabları çıxdı. Çoxunuz mənə yazmışsınız, cavablarınızın nəticələriniz nə yerdədir. Bununla bağlı demək istəyirəm ki, orada olan orada qaldı, bitdi artıq. Biz ucu keçməliyik növbəti etapa. Növbəti etap nədir? Bizim blok imtahanımızdır. Blok imtahanına siz maksimum hazırlaşmalısınız ki, istədiyiniz yerlərə gəlib çata biləsiniz. İstədiyiniz yerlərə gəlib çatmaq üçün də həvəsini düşməməlisiniz. Buraxılış balını görüb həvəsini düşməməlisiniz. Bunu da yaxşı şəkildə eləmək üçün və önünüzdəki qabağınızda olan həmin o bir ayı qəşəng dəyərləndirmək üçün başlamalısınız maksimum oxumağa, maksimum çalışmağa və öyrənməyə. Bir ay ərzində nə edirsiniz? Bəzi ümumiyyətlə fənlərin mövzuları, demək olar ki, blok fənləri buraxılış qədər asan deyil. Həm suallar o dərəcədə, o səviyyədə asan düşmür. Həm də ki, mövzuların sayı daha çoxdur. Ona görə nə edirsiniz? Coğrafiya üstündən gedəcəm, çünki hazırda özüm onunla məşğul oluram. Deməli, coğrafiyanın qayda kitabını açırsınız, qoyursunuz qabağınıza. Qayda kitabı olmayacaq. Abituriyent jurnalında zaten sizə verilib mövzu var. Onu açırsınız, qoyursunuz qabağınıza qəşəng. Və orada mövzuları çıxardırsınız özünüz üçün bir dənə xülasə dəftəri. Bu istənilən fən üçün belədir, tarixdə də. Yenə mən sizə tövsiyəm odur ki, əgər özünüz hazırlaşırsınızsa, abituriyent jurnalını açırsınız və hər fənnin proqramı orada qeyd edilir. Hər fənnin orada yazılan proqramına uyğun şəkildə bir dənə dəftər götürürsünüz. Və oraya yazırsınız günlərinizi. Dəftər olmaya bilər, 2 A3 vərəq olsa daha yaxşı olar. Yazırsınız hər gününüzü və hər günün mövzusunu. Tutaq ki, gəlin 22 aprel deyək. 22 aprel yazdınız yuxarı. 22 apreldə tutaq ki, sizdə coğrafiya, tarix, riyaziyyat olsun fənləriniz. Yazdınız bura coğrafiya. Coğrafiyadan 22 aprel üçün mövzularımız, bütün coğrafiyanın tarixi, böyük coğrafi kəşflər, miqyas, plan və s. Bunlar bugünün mövzuları. Riyaziyyatdan natural ədədlər, rasional ədədlər və s. Bunlar bugünün mövzuları. Tarixdən də tutaq ki, götürürsünüz bütün qədim dövrü, paleolit, Albaniyaya qədər tutaq ki, 22-si öyrənirsiniz. Bu mövzuları o şəkildə bölüşdürməlisiniz ki, orada heç bir artıq mövzu qalmasın və tutaq ki, indi mən yenə 2-ci, 3-cü qrupların imtahanını edirəm 25 may, 1-ci və 4-cü qruplarında iyunun əvvəli olacaq. Tutaq ki, sizin 25 maya qədər vaxtınız vardı və 24 mayda bu proqram artıq bitmiş olmalı. Yəni 23-ü siz bunu bitirmiş olmalısınız, 23-nə qədər bütün proqramınızı yazırsınız. Bu şəkildə hər fənnin yazacaqsınız mövzularını hər gün üçün. Mən niyə yuxarı baxıb danışıram bilmirəm. Hər fənnin mövzularını yazacaqsınız bu şəkildə və hər gün həmin fənlərin yazdığınız mövzuları nə edirsiniz? Çox qəşəng bir sualdır. Birinci götürürsünüz xülasə dəftəri. Xülasə dəftəri mütləqdir. Həm mənim sürət qrupumda olan uşaqlar bunu deyirlər ki, çox qəşəngdir, effektdir. Çünki bir çoxu həm hazırlığa gedir, həm mənimlə hazırlaşır və onlar deyirlər ki, xülasə dəftəri çox qəşəng bir şeydir. Biz burada artıq xülasəsini yazdığımız şeyləri hazırlıqda təkrarlayanda mən sadəcə o dəftərə baxmam kifayət edir. Və buraxılış imtahanında da mən bir çox sizdən mesajlar almışdım ki, xülasə dəftəri çox qəşəngdir və onun sayəsində bizdə qəşəng irəliləyişlər olur. Bəli, xülasə dəftər olmadan siz hər dəfə tutaq ki, da indi böyük coğrafiya ilini unutdunuz ki, Magellan hansı illərdə yaşayıb kəşf eləmişdi. Təzədən kitab açacağam, vərəqləyəcəm, Magellan tapacağım, Magellan tapana qədər 100 dənə şey görəcəm, başımı qarşılayacağım. Ona görə də sizin bir dənə xülasə dəftəriniz olur. Orada bilirsiniz hansı səhifədə kim var, açırsınız, baxırsınız, tapırsınız, öyrənirsiniz, qutabiq etdim. Yazdığınız mövzuların hər fəndən ayrı olsun blokda xülasə dəftəriniz. Buraxılışda eyni dəftər ola bilərdi, amma blokda ayrı olsun. Yazdınız tutaq ki, bugün bu mövzunun qeydləri bunlardır. Hansılar ki, siz bunu da bilərsiniz, hansılar ki, əsas məlumatlardır, onları yazırsınız. Qəşəng yazdınız, xülasə dəftərini yazıb bitirdiniz, bir konu onu öyrənirsiniz. Qəşəng mənə qədər saçımdan oynadım. Xülasə dəftərini yazdınız, qutardınız, qəşəng onu öyrəndiniz, ondan sonra həmin mövzuya aid testlər işləyirsiniz. Əgər vaxtınız və həvəsiniz varsa, yaxşı olar ki, keçən ilin bütün qəbullarını açasınız, qoyasınız qabağınıza, həm dinamikanı, dinamika test toplu da var, 2010-2022-ni açasınız, qoyasınız qabağınıza, 24 daha doğrusu. Və oradan bugün təkrarladığınız mövzulara aid nə sual düşübsə indiyə qədərki qəbullarda hamısını işləyəsiniz. Sizin işiniz təkcə budur. Hər gün xülasə dəftər yazmaq və köhnə qəbullara düşən bütün günün mövzusuna aid bütün sualları həmin gün işləmək. Bu şəkildə hazırlaşsınız. Hər gün bunu eləsəz,
siz gedib hər fəndən, əgər 1.5 əmsallandısa 130 bal, 1 əmsallandısa da 60-70 bal yığacaqsınız. Sizə buna zəmanət verə bilərəm. Amma əlbəttə ki, özünə inam faktoru da yenə buraxılışda necə etsə, burada da eyni rolu oynayır. Heç nə, yəni bloka ancaq bu şəkildə azlaşa bilərsiniz. Sınavlara həftə sonları getməyə də bilərsiniz. Amma ki, mütləq hər gün həmin günün mövzusunu və ona aid qəbula düşmüş sualları işləməlisiniz. Bundan qaçış yoxdur, bunu mütləq eləməlisiniz. Qəbul sualları, qəbul tipli suallarla tanış olmasaz, hər bir qəbula baxmasaz, çox peşman olacaqsınız sonra. Çünki düşən suallar birə-bir eyni olmasa da, yəni bir-birindən çox oxşar olur da, yəni S-Z kimi bir şey olur. İşlədiyiniz S-dırsa, sizə gəlib Z düşür. Bax, belə bir şey kimi öz gözünüzün önünə gətirə bilərsiniz və özünüz üçün aydınlaşdıra bilərsiniz. Keçirik qəbul proqramına. Qəbul proqramının biz birinci ayını artıq dünən bitirdik. Yəni ki, bütün mövzu təkrarını bugün də 20 apreldə bizim sınavımız olacaq. Birinci ayını dediyim 4 həftəsini bitirdik. İlk ayımız 24 apreldə bitir. Sizə deməyim odur ki, ikinci ay üçün yenidən qəbul açılır, yəni. Əgər istəsəniz qoşula bilərsiniz ikinci aydan başlayaraq. Niyə? Çünki birinci ayda biz bütün mövzu təkrarını elədik. İkinci aya hər fəndən sadəcə 10-15 mövzu qalır təkrar eləməyə və ikinci ayın böyük bir hissəsində biz hər gün 30 suallı sınavlar işləyəcəyik və onları sizə izaha göndəriləcək. Bu çox qəşəng bir fürsətdir imtahana hazırlaşmaq üçün. Çünki siz təsəvvür edin, hər gün 30 suallıq bir sınav işləsəz hər fəndən, ola bilir bəzən çatdırmır abituriyentlər hazırlıqlarla paralel şəkildə. Belə olduğu təqdirdə sizin nəticələriniz çox qəşəng olacaq. Ona görə də tövsiyəm odur ki, ikinci aya qoşula bilərsiniz. İstəyirsinizsə sizlə nəticələri də buralarda yəqin ki, bölüşəcəm. Bir dənə salam. Mən dünən videonu çəkəndə sınavın nəticələri hələ çıxmamışdı, amma dünənki sınavın nəticələrini müəllimlər mənimlə bölüşdü və məni ən çox həyəcanlandıran nəticəni sizə deyəcəm. Düzdür, hamısı artırıb, bütün uşaqlar artırıb nəticələrini, düzlərinin sayını. Amma ki, bir dənəsi və ən imkansız hesab elədiyimiz, hamımızın, bir çoxumuzun imkansız hesab elədiyi fəndən düzlərini inanılmaz dərəcədə artırıb və bu mənə həqiqətən çox xoş təsir elədi. Bilməm, çünki mənə imkansız gəlirdi belə bir şey. Nə qədər desəm də ki, 100% artıracaq, bu qədər artımı mən heç kimdən gözləmirdim ki, Aynur elədi. Aynur bizim sürət qrupunun ilk ayında keçirdiyimiz, ilk gündə keçirdiyimiz yoxlama sınavında riyaziyyatdan 2 düzü var idi və Aynurun dünənki sınavdan 20 düzü var idi. Bu mən bilmirəm, nə deyəcəyimi bilmirəm, amma burada biz sehirlə işini eləmirik. Aynurun özündən çox şey asılıdır. Aynurun davamlılığı, Aynur 3 fən qrupunun 3-ündə də var. Təkcə riyaziyyatdan nəticəsini sizdən bölüşürəm ki, davamlı oldu o qız. Çünki ilk gündən indiki günə qədər hər gün öz nəticəsini bölüşürdü, təhvil alırdı materialları və təhvil verirdi, suallarını verirdi. Bütün mövzular ona aydın idi artıq. Ona görə də rahat bir şəkildə öz artımını göstərə bildi. Amma proqrama qoşula bilməsəz belə, videonun əvvəlində danışdığım bütün hər şeyi əgər tətbiq eləsəz öz rutininizə və həqiqətən disiplinli ola bilsəz, bu çox önəmlidir. 100% ki, sizdə alınacaq. Heç hazırlığa getməsəz də o zirəmi eləsəz alınacaq. Sadəcə sizə suallarınızı verə biləcəyiniz bir müəllim lazım olacaq. Onu da ki, ümid edirəm ki, taparsınız və ya məktəb müəllimləriniz sizə kömək eləyərlər. Biz qəbul proqramında həm də yenilik elədim orada. Necə bir şey? Bir dənə proqram qrupu şəklində açdıq. Bu proqramda olan bütün uşaqlar, hansı ki, bir uşaq məsəl üçün təkcə riyaziyyata qoşulub, amma həm də coğrafiyadan zəifdir, qoşula bilməyib ona. Həmin proqram qrupunda özünə partner tapıb və mənim demək olar ki, bütün abituriyentlərim bir-birindən partnerdirlər. Bəzən mənə vermirlər sualları, bir-birlərinə verirlər. Çox qəşəng bir şeydir, bu çox şirin bir şeydir. Əgər burada yoxsunuzsa və qoşula bilmirsinizsə də, partner məsələsi çox önəmlidir. Partneriniz olsa bilmədiyiniz sualları sizə o izah edə bilər. Mənim abituriyentlərim dediyim kimi qrupda bir də olur mən görmürəm, mən daha gec baxa bilirəm. Artıq onlar bir-birlərinə cavab vermiş olurlar və mənə yazırlar ki, biz tutaq ki, X-lə Y adları çəkmək istəmirəm. Partnerdirlər və çox qəşəng irəliləyirlər, bir-birlərinə sual cavab eləyirlər, bir-birlərinə öyrədirlər. Məsəl üçün tutaq ki, biri bir fəndə zəifdir, o ona o fəndə partnerlik eləyir, öyrədir. Eyni şəxs, məsəl üçün, riyaziyyatda zəif olan bir qız coğrafiyada çox yaxşıdır və o da başqasına öyrədir onu, ya da qarşılıqlı bir-birlərini öyrədirlər. Partnerlik çox önəmlidir və sizə həvəs gətirəcək, çünki təkcə özünüzə qarşı yox, qabağınızdakı insana qarşı da məsuliyyətiniz olur. Disiplin deyəndə, indi sizə yəqin ki, mən daxil hamımız deyirik ki, disiplinli olsaz alınacaq, olmasaz heç nə də alınmayacaq. Disiplin bəs nədir? Sehirli bir şeydir mi? Yox, disiplin sehir deyil və necə disiplinli ola bilərsiniz? Ancaq özünüzü məcbur eləyərək. Çünki əlbəttə ki, heç kimə xoş deyil, heç kim deməyim, ümumiləşdirməyim, bəzilərinizə xoşdur o qədər test işləmək, amma hamıya xoş deyil və
Aydın məsələdir ki, bunu biz istəyərək, sevərək eləmirik də. Bu halda biz özümüzü məcbur etməliyik ki, bu stoldan durmayacaqsan. Əgər sənin konkret bir hədəfin varsa, əgər sən bu ixtisasda təhsil almaq istəyirsənsə, sən indi biraz əziyyət çəkməlisən. Mən demirəm ki, tələbə olacaqsınız, imtahana qədər də, imtahandan sonra hər şey super olacaq, yox. Hər şey super olmayacaq, çətin günlər sizi yenə də gözləyir, amma bu qədər çətin olmayacaq. Abituriyentlik dönəmi qədər heç bir dönəm sizin üçün bu qədər challenging olmayacaq. Ona görə də maksimum istifadə edin. Həm bu hissləri qəşəng şəkildə yaşayın, həm də ki, sizin üçün çox qəşəng bir təcrübədir. Gələcəkdə həyatınızda da belə bir deadline var olanda, onlar üçün hazırlaşmalı olanda, artıq siz burada yaxşı idarə edə bildiyinizə görə, disiplinli ola bildiyinizə görə çox yaxşı yerlərə gedib çıxa biləcəksiniz. Daha sonra sizə nə deyəcəm? Buraxılış balınız çıxdı çox uzun və bəzilərinizin ümumiyyətlə hədəflərini qarışdırdı bir-birinə ki, istədiyiniz yerə uyğun deyil. Hətta mənim bəziləriniz yazır ki, mən məzuna qalacağam, heç blokada girmirəm. Okey, məzuna qalmaq pis bir şey deyil. Əgər istədiyiniz balı yığmamısınızsa və o ixtisası istədiyinizə əminsinizsə, məzuna qalın. Burada bir problem yoxdur. Amma məzuna qalacağam deyib oturmayın. Girin hər ehtimal bloka, bir şans verin, görün sizin bazanız nədir və məzuna qalanda birilərinizdə nə dəyişmiş olacaq sizdə. Ondan sonra istəyirsiniz məzuna qalın, istəyirsiniz istəmədiyiniz bir ixtisas oxuyun. Bu artıq sizin seçiminizdir. Belə ki, buraxılış balınız çıxdı, buraxılış balınızı qabağınıza qoyursunuz, ona uyğun bir dənə ixtisas seçirsiniz və blokda nə qədər yığmalı olduğunuzu konkret şəkildə bilirsiniz. Yəni bir yerə yazırsınız. Məsələn, mənim bir tələbəm var. O hər dəfə oturur, hesablayır ki, o nə qədər balı yığmalıdır blokdan ki, istədiyi yerə düşə bilsin. Və o balı hər yerə yazır. Hər yerdə onun o balı var ki, bu balı bu insan yığmalıdır. Və sizdə konkret balınız olmalı. Yoxsa ağlınıza erişəcək, görürsən mən 400 bal yığmalıyam, görürsən 200 yığsam keçərəm. Konkret bir balınızı biləndən sonra, onu özünüzə hədəfləyəndən və hər yerdə onu qeyd edəndən sonra sizin o balı yığmama ehtimalınız çox aşağı olur. Çünki artıq siz onu beyninizə yeritmiş olursunuz ki, mən bu balı yığacam və gedib çox zamanda elə o balı yığırıq. Niyə belə olur mən bilmirəm, amma bu möcüzə deyil, sehir deyil, bu belədir də, yəni özünüzə nəyi yeritsəz odur. Və universitetimizin, yəni girmək istədiyiniz universitetin şəklini heç yerdən əks eləmirsiniz. Yenə tələbələrimdən danışacağam ki, onların profillərində universitetlərin şəklidir, 1-3 dənəsini elədi. Bu əslində mənim çox xoşuma gəlir. Profilizə qoymaya da bilər, çünki profili siz görmürsünüz də, öz gördüyünüz yer ekran şəklinizdir, otağınıza print eləyib qoya bilərsiniz. Bir də coğrafiyadan hazırlaşanlar üçün demək istəyirəm ki, xəritəsiz olmaz. Ola bilər ki, siz nəzəriyyəni super bilərsiniz, amma xəritəniz yoxdursa evinizdə və siz davamlı olaraq xəritəni görmürsünüzsə, xəritədə yerləri tapmırsınızsa, onda coğrafiyanı boş verin. Evdə mən öz abituriyentlərimə də deyirəm ki, mütləq bir dənə, tamam mütləq demirəm, okey, bu ola bilər hər birimizdə alınmır, amma o fiziki xəritə sizə hər zaman lazım olacaq. Ona görə bir dənə yekə olsa çox yaxşı olar ki, gözünüzün qabağında olsun, abo yerinə onu görəsiniz hər gün və hər qabağından keçəndə zaten ora baxıb bir şey sizin gözünüzə ilişəcək. Deyəcəksiniz ki, görürsən bu Zambezi çayı hardadır, görürsən bu Kongo harda yerləşir. Bunlara baxdıqca öyrənəcəksiniz ki, zaten sizin suallarınızın çox böyük bir qismi də xəritə üzərində olur. Məsələlər nisbətən azdır və sualların neçə bal verilməsi və s. Bunu da yəqin ki, bilirik ki, 1.5 əmsallı fənlərdə bizə qapalı suallar və həmçinin kodlaşdırıla bilən suallar 4.5 bal verir, situasiya ümumilikdə 27 bal verir, amma bir əmsallı fənlərdə qapalı suallar 3 bal verir, situasiyada ümumilikdə 3-ü bir yerdə 18 bal verir. Situasiya və kodlaşdırıla bilən suallar sizin səhvlərinizi aparmır. Amma qapalı ABC variantı olan suallar səhvlərimizdən, yəni səhvlərimiz təmin düzü aparır. Ona görə əmin olmadığınız suallar yazmayacaqsınız. Yenə də mən imtahana az qalmış, 1-2 gün qalmış ya da 1 həftə qalmış, yenə də video çəkəcəm. Siz imtahana necə hazırlaşıb o barədə danışacağıq və yəqin ki, yenə də görüş eləyərik. Belə sizə deyəcəklərim bu qədərdir və artıq önümüzdəki həftədən mən sizə çəkməyə başlayacağım universitetlərin videolarını. İlk universitet videosu hansı olsun istəyirsinizsə onu rəydə mənə yazın və mən gələn həftə artıq onu çəkməyə başlayacağım. Sizin əslində başınızı qarışdırmaq istəmirəm, imtahanlar rahat hazırlaşasınız istəyirəm. Amma bilirəm ki, imtahandan sonra da mən çatdırmayacağım bunların hamısını çəkməyə. Bugün indidən çəkib qoyacağım siz üçün. Vacib deyil ki, sırası baxasınız, nə vaxt imtahanlarınızı verərsiniz, rahatlaşarsınız, oturub universitetlər videosunun hər birinə, kanalımda da var bir çoxu, çəkəcəyim də bir çoxunu, hər birinə tam şəkildə baxıb, sonra seçim edirsiniz. Və seçim edəndə də mən yenə yanınızda olacağım, bir yerdə seçim edərik. Universitetinizi kodlaşdırmanızda heç kimə elətdirməyin, sizin kodlaşdırmanızı sizdən yaxşı heç kim eləyə bilməz. Necə eləyəcəksiniz, mən sizə öyrədəcəm, yəqin ki, görüş keçirdəcəm və kodlaşdırmanı necə eləyə bilərsiniz öyrədəcəyəm müəllimlərə
nə bilim, atanızın dayısı qızına, bunların heç birinə vermirsiniz kodlaşdırmağınızı. Özünüz oturub yazırsınız qəşəng-qəşəng. Mən özüm kodlaşdırmışam və birinci yazdığım yerə də qəbul olmuşam. Ona görə də sadəcə məsləhət alın öz tanışlarınızla. Mən bibimdən məsləhət alırdım, o bu işlərdə çox yaxşıdır. O mənə öyrətdi və mən özüm yazdım, özüm kodlaşdırdım. Siz də özünüz kodlaşdıracaqsınız, heç kim yox. Belə, imtahanda hamımıza uğurlar arzu edirəm. İnşallah ki, ümid edirəm ki, buraxılışdan sonra siz həvəsdən düşməmisiniz. Düşmüsünüzsə də inanıram ki, bu videodan sonra həvəsiniz geri qayıdacaq və siz qəşəng-qəşəng oturub blok imtahanına hazırlaşacaqsınız. Çünki çox az bir müddət qalır, yəni çox böyük hissəni yarılamısınız ujaya. Sadəcə 30-35 gün belə bir müddətiniz qalır ki, oturub hazırlaşasınız və siz bunu bacaracaqsınız. Mən sizə çox inanıram, hətta bəlkə bir çoxunuzdan çox inanıram sizə. Ona görə də sizi çox-çox qucaqlayıram. Gedin, dərs oxuyun və dediyim planı yazmağa başlayın. Növbəti videolarda görüşək.